Miksersiz hazırlaya biləcəyiniz qarışdırma sizə cəmi 5 dəqiqə vaxtınızı alacaq ləzzətli bir keks resepti paylaşıram sizlərlə. Keçək hazırlanma qaydasına. İlk öncə qabın içərisinə 4 ədəd yumurta əlavə edirəm. Daha sonra isə üzərinə 1 stəkan şəkər tozu. Stəkanın ölçüsü isə 200 ml. Adi xrustal stəkanlardan istifadə edirəm. Yumurta və şəkər tozunu 1 dəqiqə yaxın bir-birinə qarışdırıram. Daha sonra isə üzərinə qatıq əlavə edəcəm. Qatığı başqa bir qaba əlavə edirəm. Burada da 1 stəkan qatıqdan istifadə etmişəm. Üzərinə 1 çay qaşığı soda əlavə edib qarışdırıram. Soda ilə qatıq bir-birinə qarışıb, qatıq artıq biraz şişməyə başladıqdan sonra üzərinə əlavə edirəm yumurtanı və qarışdırıram. Son olaraq isə üzərinə yarım stəkan 100 ml qədər isə duru yağ əlavə edirəm. Duru yağı da qarışdıqdan sonra isə son olaraq un, vanil və qabartma tozunu da əlavə edirəm. 2 stəkan un, 1 paket vanil, 1 paket isə qabartma tozundan istifadə etdim. Unu yumurtalı qarışıma tam qarışdırıram. İçərisinə heç bir düyün, topaq qalmasın. Daha öncədən isə sobanı 160-170 dərəcə aralığında isitmişdim. Qab da içərisinə isinmişdi. Qabın içərisinə yağlayıram. Daha sonra isə xəmiri əlavə edirəm. Mən sobanın ilk 5 dəqiqə qədəri xəmir içərisinə qoyduqdan sonra alt gözünü yandırdım. Daha sonra isə alt və üstü birlikdə yandıraraq pişirdim. Üzəri üçün isə karamel hazırlayıram. Vam xodda ocağın üzərinə qoyduğum tavanın içərisinə 1 stəkanı şəkər tozu əlavə edirəm. Şəkər tozu əridikdən sonra üzərinə 1 xörək qaşığı yağ əlavə edirəm. Yağ tam əriyib qarışdıqdan sonra isə üzərinə qaymağını əlavə edəcəm. Mən normalda tort üçün istifadə olunan qaymaqlardan istifadə edirdim. Əgər qaymaq yoxdursa, südlə də əvəzləyə bilərsiniz. Sadəcə məndə heç biri yox idi deyə bu qırmızı paketlərdə olan İran qaymaqlarından istifadə elədim. Hardasa bir paketin yarısı qədər, yarısından biraz çox getdi. İlk öncə biraz əlavə edib qarışdırıram. Daha sonra isə yenə üzərinə biraz əlavə edəcəm. Tez-tez qarışdırmaq lazımdır ki, karamelin içərisinə qaymaq tam həll olsun və yanmasın. Və artıq karamel tam olaraq hazırdır. Daha sonra isə içərisində heç bir düyün, topaq qalmasın deyə kiçik bir süzgəc vasitəsilə süzürəm və başqa qaba əlavə edirəm ki, həm də ki tez soysun. Keks də artıq pişib. Hər ikisi soyduqdan sonra isə karameli üzərinə əlavə edirəm. Siz keksi bu formada da istifadə edə bilərsiniz və yaxud da ki, üzərinə adi krem də çəkə bilərsiniz. Mən hər birisini edirəm. Sadəcə bu dəfə də fərqli olsun deyə üzərinə karamel əlavə elədim. Birlikdə də çox ləzzətli alınır. Karameli üzərinə tam gəzdirirəm. Hətta istəsəniz cem belə çəkə bilərsiniz. Tam kənarlarını da yaydıqdan sonra isə dilimləməyə keçid edirəm. Üzərinə isə kokos qırıntıları ilə bəzək verirəm. Və artıq hazırdır.
Bişirəcək olan hər kəsə nuş olsun. Həqiqətən çox az bir vaxtla çox ləzzətli bir şirniyyat bişirəcəyinizdən əmin olun. Bəyəndisə səhifəmi izləməyi, abunə olmağı unutmayın.